kəramət nə yazacaq? Düzdür? Doğru. Ona görə də bunları belə hər dəfə fikir deyəndə, söz deyəndə yazıçı sözü cəmiyyətə təsir yaradar da. Doğru. Fikri təsir yaradar da. Mən yazıb götürüb bir dənə status yazmışam ki, o gün Ramiz Mehdiyevin çevriliş planına görə Əli Kərimli yenə də müxalifət lideri olacaqmış. Bəli. Buna görə tökülüblər üstümə. Mən də qorxumdan qalmış. İstəyirəm, deyirəm ki, üzr istəyirəm, bağışlayın, yaxşı, müxalifət lideri olmayacaqdı. Hakimiyyətdə bir vəzifə verəcəkdilər ona. Mən nə deyim, nə danışım? Adamın ağzını açmağa da imkan vermir. Qorxa-qorxa, gedib birinci bunlardan icazə almaq lazımdır. Sonra söz demək lazım. Sonra bu hökuməti tənqid yerində tutub basır içəri. Bunlara da bir söz deyəndə adamı belə təhqir edirlər də, linç edirlər. Yəni əllərində axı həbsxana yoxdur, əllərində axı şər maşını yoxdur. Yəni deyirsən hakimiyyətə gəlsələr də tutub basarlar, eləmi? Hakimiyyətə gəlsələr sözü də belə şeydir, gülməli bir şeydir. Nə hakimiyyət, nə danışsan. Bunlar ümumiyyətlə çox bəsit yanaşması var. Filankəs hökumətin adamıdır, filankəs müxalifət. Ay belə götürəndə heç Zahid Oruç hökumətin adamı deyil. Sənin bu bəsit yanaşmanla sən hara siyasətlə məşğul olarlar, bu cür mənasız yanaşmalarla siyasətlə məşğul olarlar. Sən nə bilirsən ki, elə bir hökumət tərifləyən hamısı hökumətin adamıdır. İndi Ramiz Mehdiyev məsələsində hökuməti söyləyənlər daha çox hökumətin adamıdır, nəinki onu tərifləyən. Həqiqətən də Ramiz Mehdiyev məsələsində bu aydın aşkar göründü. Biz yazıda neçə il görmüşük ki, Ramiz Mehdiyev hökumətdir. Nə bilim, ona tənqid edənlər də müxalifətdir. İndi məlum olur ki, Ramiz hökumət deyilmiş. Düzdür. Doğru. Onda Ramiz hökumət deyilmiş deyəndə, onda deyilmiş də. Onda bu müxalifət deyənlər kimdir? Yəni baş açmaq olmur. Və sən də axtarışlar eləyəndə, fikir irəli sürəndə, söz deyəndə, təzə söz deyəndə, belə nəsə axtaranda tökülürlər üstünə ki, öyrətdilər, nə bilim, kişi. Boş-boş söhbətdir, filankəs hökumətin adamıdır, filankəs hökumətin adamıdır. Bu ölkədə nə varsa, hamısı bu sistemin içinə daxil. Azərbaycan elə bir ölkədir ki, burada kim yaşayırsa demək onu yaşamağını istəyirlər. Aydın da bəs İlqar Məmmədova niyə ilişdin İlqar Məmmədova? Adamı öyle adlandırdın da faktiki. Yəni əsəbləşdi yerində əsəbləşmədi mi səncə? O gün İlqar Məmmədovu burada gördüm. Yəni doğrudan görmüşdün hə? Ay doğrudan gördüm. Belə baxdım üzünə, mən də üzümə baxdı. Onun baxışlarından hiss elədim ki, məndən soruşur ki, məndən niyə yazmırsan? Mən də ona cavab verdim ki, mən ölülərin arxasınca danışmıram. Bunu götürüb yazmışam, İlqar da oradan, cəbhəçilər buradan, nə bilim, müxalifəti birləşdirmişəm özümə qarşı. Savab iş görmüsən də, özləri birləşə bilmirlər. Bir dəfə, dünən də yazmışam ki, mən tutub müxalifəti birləşmə həddinə çatdırma maddəsi ilə cinayət şəxsi açacağım. Sən Allah mənim günümə bax. Mən hələ, ged o nəşriyyatın sahibi Fərman müəllimdən sorur. Mən hələ bu kitabın çapının pulunu verməmişim. Nisiyədir. Gündə də mənə yazır ki, Kəramət, imkan varsa o puldan biraz göndər. Adamın ləyaqəti olar, adamın əxlaqı olar. Belə hökumət adamı olar. Pul elə bir şeydir ki, adamın rəngin, ruhun qaçır. Üzünə baxan kimi bilirsən ki, buna pul gəlir. Bunlar belə qabağına çıxan adamlara şər, böhtan, ona görə yerimir, şərləri yəni, böhtan. Hökumət adamı olmaq qəbahət demək. Yəni Rusiyanın adamı deyilsən, başqa dövlətin adamı deyilsən. Hətta belə qoyaq da məsələn. Hökumətin adamı olmaq, bilsən, hökumətin adamı olmaq pis bir şey deyil. Sadəcə olaraq Azərbaycanda hökumət adamdan pis istifadə edirdi. Adamlar istəmir onu hökumət adamı kimi tanısınlar. Sən öz dövlətimizin, adam normal ölkədə adam fəxr edir ki, dövlət mənə etimad edir, dövlət mənə. Zaten Azərbaycanda cəmaət onu bir-birinə belə ləkə kimi atır, şər kimi atır. Yəni, buna görə bunlar məni öz aləmlərində, hökumətin adamı çıxarmaqla öz aləmlərində məni hörmətdən, nüfuzdan salmaq. Valla, mən desəm ki, hökumətin adamıyam, bu kitabımı gəlib alanların sayı daha da çox alacaq. Cəmaatda o qorxu hissi olmuyor. Bu zamanda Ramiz Mehdiyevin kitablarını alan kimi, elə mi? Vallahi nə qədər adam gəlib mənim kitabımı almaq istəyir, qorxu. Bunlar arxain olsalar Kəramət də oradan da hökumətin adamlar gəlib rahat kitabımı alarlar, oxuyarlar. Sadəcə bu siyasi çevrələr, bəsit, mənasız siyasi çevrələr öz ağlı ilə ölçür. Oturub durduğu adamların ağlı ilə ölçürlər.